Ötən il Mirzə Ələkbər Sabirin 150 illik yubileyi keçirildi. 2010-cu ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama əsasən yubiley müxtəlif tədbirlərlə qeyd olundu. O cümlədən Azərbaycan Dövlət Teleradio Komitəsi Sadıq Elcanlının senarisi əsasında film çəkdi. Həmin filmin bir fraqmenti böyük suallar doğurdu. Gəlin birlikdə baxaq. Billur Nisə, qələmi kağızı mənə gətir. Nə görübdür bizim oğlan oxumaqdan? Qapını bağla, məni soruşan olsa de ki, gedib sabun satmaq. Yaxşı. Məbadə Hacı Məcid ağanın müridləri qoçulara xəbərdar olalar. Yoxsa məni səngisar eləyərlər. Hacı Məcid Əfəndi və Mirzə Ələkbər Sabir münasibətlərinə aydınlıq gətirmək üçün şairin doğulduğu Şamaxıya üst tutdu. Mustafa xan, Ağası xan məzarları olan 7 günbəz qəbristanlığına. Sabirin məqbərəsini ziyarət etdikdən sonra Şamaxılıların dili ilə desək, şairin gör qonşusu olan Hacı Məcid Əfəndinin məqbərəsinə tərəf getdik. Məqbərənin giriş hissəsinin sol tərəfində asılmış, mərmər lövh üzərinə həkk olunmuş qəsidəni oxuyaq. Ey alimi həqiqi qaldıqca at səndən, olmazmı zikri xəyrin dillərdə yad səndən, çün yadigar qaldığı bir ittihad səndən, ismin məcid olurkən məzdində bir məladır, Sabir müsibətindən dildadeyi bəladır. 1908-ci il fevral ayının 22-sində Hacı Məcid Əfəndinin cənazəsi torpağa tapşırıldı. Dini ayinlər bitdi. Şamaxının görkəmli ziyalıları növbə ilə vida nitqi söylədilər. Abbas Səhhətlə Sabir irəli gəldilər. Səhhətin qısa vida nitqindən sonra Sabir mərmər üzərinə həkk olunmuş həmin bu qəsidəni oxudu. Dəfn mərasimindən öncə isə Hacı Məcid Əfəndinin cənazəsinin başı üstündə oğlu Mustafa Əfəndi Yasin surəsini bitirdikdən sonra Mirzə Ələkbər Sabirin yanğılı səs eşidildi. O Hacı Məcid Əfəndinin vəfatına yazdığı qəsidəni oxuyurdu. Qəsidə ilə indicə yazılmışdı və hələ mürəkkəbi qurumamışdı. Ey müsibətzadə dindaşlarım, etdikcə nəzər, görürəm mən sizi bir başqa müsibətdə bugün. 15 beyt və 30 misradan ibarət olan qəsidənin möhürbəndi belə idi. Onun övladına, əxvavına ver, əcri cəzil, sabir et, xuşi təbarım bu müsibətdə bugün. Hacı Məcid Əfəndi doğrudan da Sabirə düşmən kəsilmiş möhvümatçı mollalardan idisə, o zaman necə oldu ki, ömrü boyu heç kimə bir kəlmə də məth etməyən Sabir, Hacı Məcid Əfəndiyə bir gündə 2 qəsidə həsr etdi. Filmin senari müəllifi Sadıq Elcanlının fikrini öyrənmək istədik. Amma Sadıq müəllimlə danışığımız zamanı əvvəlki fikirləri və sonraşı fikirləri, onun real tarixlə təxəyyülünün toqquşması kimi oldu. Elə-belə deyil, mən 30-cu ilin senaristiyəm. Başa düşürəm, bilmirəm ki, o filmdə hansı məqam nəyə xidmət edir. Demək... Sən o filmə ümumiyyətlə baxmısan? Baxmışam, bəli, keçən il o film... O filmdə Sabir olan böyük sevgini görməmişsən? Yox, onu başa düşürəm, o öz yerində. Amma söhbət burada bilirsiniz nədən gedir? Hacı Məcid Əfəndi ilə... Hacı Məcid Əfəndiyə də münasibətiniz çox yaxşıdır. Nə olub ki? Bildiyimiz kimi Şamaxı bir möhvümatçı yuvasıdır. Buranın molla və əfəndiləri ruhani qisminin ən mürtəcələrindəndir. Məhz Sabir də çox qorxduğundan məcmuaya göndərdiyi məktubları idarənin ünvanına yaza bilmir. O qorxur ki, postaxanada Hacı Məcid Əfəndinin müridlərindən ola bilər və Sabirin Molla Nəsrəddin jurnalına göndərdiyi məktubları görüb Hacı Məcid Əfəndiyə xəbər verər. Hə, aydındır. Sabir haqqında 30 seriyalı film çəkmək olar, bütün o materialları yedizdirmək üçün. Bir də biz 30 neçə dəqiqəli filmdir. Burada bütün Sabirin nəyə var, hamısı yerləşməlidir. Aralarında olan ziddiyyəti hansı qaynağa əsas sanılıb da o elə verilib o senaridə, filmdə. Mən onu dəqiqləşdirmək istəyirəm, çünki... Mən təzdən gərək götürüm o senarini baxım, ancaq orada elə bir ziddiyyət olmamalıdır. Yaxşı, sən o qəzetdə yaz ki, bunu Hacı Məcid Əfəndini səhv yazıblar, yaz qardaş. Yaxşı da video reportaj hazırdır, ürəyindən nə gələcəyini, ancaq onu bil ki, bəli. Bu jurnalistika yol deyil, bu ciddi jurnalistika yol deyil. Mən deyirəm ki, mənim münasibətim o Hacı Məcid Əfəndiyə də yaxşıdır, Sabirə də yaxşıdır. Biz Sabir fenomeni olan yerdə başqa şeyləri demək olar ki, fikir verməməliyik. Bütün diqqətlərimiz o Sabirin nəhəyliyinə, əzəmətinə getməlidir. Amma Sadıq müəllim, razılaşın ki, Sabirin fenomeninə görə də kiminsə də kiçiltmək və yaxud orada... Yaxşı, onda bizim söhbətimiz səhər uzana bilər. Ged nə istəyirsən yaz qardaş, sağ ol.
Sözünün sonunda Sadıq müəllim nə istəyirsən onu da yaz deyərək bildirdi. Amma Sadıq müəllim biz nə istədik yazmırıq. Kim bilir, bəlkə də gələcəkdə bizim yazdığımız hər bir kəlmə tarixi fakt kimi hansısa bir senaristin istifadə etdiyi mənbə ola bilər. Onun üçün də hər şeyi dəqiq araşdırıb sonra yazırıq.